Gəncə səfərimizi Altay Winsomuzun təqdimatı ilə başlayandan sonra Gəncə Mola getdik. Gəncə Moldan çıxandan sonra Tavuk Pilav yeyəndən sonra yatdıq səhər 7-də. Nicat bəy oyanıb, nətər oyanır, hələ də sirrini bizə demir. Samığa gedirik balıq yeməyə, organik hazırlanan məhsullardan və qazlardan, ördəklərdən sonra otururuq, ideal dadı olan balıqlarımızı yeyirik. Ondan sonra yola düşürük, təzədən nə tapmışıqsa bilmirəm Gəncə Mola. Gəncə Molda Bakını xatırladan kafemaniyada oturandan sonra Niyaməddin müəllimin qulaq asarsa dostumuzun Perizon ətir dükanından 2 dənə qəşəng gətirən ondan sonra Nicat müəllim maşında siqaret çəkmir deyə çöldə siqaret çəkib Gold Əmniyə getdik. Burada eskalator araba ilə minmişdim. Mən hardan bilim? Uşaqlar bədən geri, duş yerinə baxırdım, mənim sahəm deyil. Mən təbii ki, maşın üçünə matverka zad aldım və burada Markubok təqdim edilər, sağ olsunlar. Samavara getdik, Samavarda Yüngülvari boğazımızı yaşlayandan sonra Heydər Əliyev parkını ziyarət elədik. Ondan sonra Yüngülvari Qəlyan və mən bir balaca alkoqolik və səhər açıldı, gözəl bir səhər idi. Yenə mən dilxor oyana bilmirəm. Nicat müəllim isə yenə öz enerjisində. Bu gün isə Hacıkəndə get. Hacıkəndə bir dənə at sürən qaqaş var idi. Atın saatını 150 manata elan transalmışsa mən 10 manata verirəm. Burada qəşəng mənzərələr var idi. Nicat müəllim zarafatlarla yolumuz davam elədi. Qardaş, qəşəng xamalı kətədən sonra odun peçində qəşəng qızışandan sonra mən bəli heyvanları sevdiyim üçün heyvanlara yemək verib qaydırıq Gəncəyə və Molda nə tapmışıq bilmirəm qardaş. Hədiyyə dükanına girdik. Ondan sonra burada xala formasında Mirağanı bəli gördük. Waffle yedik. Biraz qəmli notlar və budur. Günümüz yekunlaşdı. Səhər şu Maral Gölə getdik. Restoran əlaydı, yeməklər əlaydı. Göz haqqınızı halal eləyin. Hündüşka kababı, ondan sonra bağırsaqla çənə kababını sevirəm. Ondan sonra Gəncə qalasına gəldik. Bilyard oynadıq. Bilyardda Nicat bəy təbii ki qalib gəldim. Damını da Nicat bəy mənim qalib gəldi. Sonra M5'imiz Gəncədədir və digər maşınlarımız Gəncədədir. Onların videosunu çəkdik. Və sabah üçün son günümüz Xaçdan qayıdandan sonra Gəncə bazarından alış-veriş eləməsək olmazdı. Yolda Nicat bəy çox yaxşı yolçuluq eləyir. Gəldik Qəbəliyə dostumuzu görməyə. Dostumuz bizə bir dənə düşbərə, arxasınca kababların hansından istəsən burada bir balaca boğazımızı yaşlayıb, qəlyanımızı xodlayandan sonra başqa qaldırdı. Yavaş-yavaş Bakıya yola çıxdıq. Yavaş dediyimdə budur. İsmaillidə bir dənə çəkiliş Nicat bəylə dalqavaq gəldi.